Sevgili xərçəng bürcləri və qız bürcləri, yarımçıq qalan flört münasibətiniz və ya keçmiş sevgi münasibətinizlə əlaqəli mövzular gündəminizdə yer alacaq. 24 noyabr tarixində axşam saatlarında göy üzündə Ayla Merkuri arasında müsbət 60 dərəcəli açı aktiv olduğu üçün keçmiş sevgilinizlə və ya keçmiş flörtünüzlə yenidən ünsiyyət qura bilərsiniz. Eyni zamanda keçmişdə yarımçıq qalan bir flört münasibətinə yenidən başlaya bilərsiniz. Mövcud sevgi münasibəti olan Günəş bürcü və yüksələn bürcü, xərçəng və qız bürcü olanlar isə sevdiyiniz insanla birlikdə sevgi münasibətinizə dair ciddi planlar qura bilərsiniz. Eyni zamanda ailə içində ünsiyyət arta bilər, ailənizin içində planlamalar edilə bilər və bugün keçmiş bir iş ortaqlığı yenidən gündəminizə gələ bilər. Övladınız varsa, övladınızla əlaqəli mövzular bugün sizin gündeminizdə yer ala bilər və bir tərəfdən də daha əvvəl başlatdığınız və yarımçıq qalan bir planı və bir işi, bir layihəni bugün rahatlıqla tamamlaya bilərsiniz.